Siz magistr tələbələri, mən Amil Lətifov. Bildiyiniz kimi bizlər informatika dərslərindən məsələlər haqqında sizlərə video çəkməyi qərarlaşdırmışıq və bugün mən ikinci videonu, yəni kodlaşdırmalar mövzusundan ikinci mövzusu olan ən önəmli hissələrdən biri ölçü vahidlərinin keçidi haqqında məlumat verəcəm. Bilin ki, ölçü vahidləri imtahanda çox istifadə olunan məsələlərdən biridir və hər imtahana demək olar ki, düşən mövzudan biridir və onun üçün bizim bunu öyrənməyimiz çox vacibdir və informatika hissəsinə başlayarkən bizim ilk gördüyümüz məsələlərdən biri də ölçü vahidləri və onların bir-birinə keçidi haqqındadır. Uşaqlar, bizim ilk öncə bilməli olduğumuz ölçü vahidləri, əsas ölçü vahidləri bunlardır. Bit, byte, kilobayt, megabayt, daha sonra isə megabayt, gigabayt, terabaytdır. Əsasən bu ölçü vahidlərini bilsək, biz demək olar ki, bununla bağlı bütün məsələləri həll edə bilərik. Əslində digər ölçü vahidləri də var. Məsələn, bizlər deyə bilərik petabaytdır, exabaytdır, zetabaytdır və s. kimi. Amma bunlar imtahanda istifadə olunmur demək olar və onun üçün bunları deməyin də heç mənası yoxdur. Yəni bilsəniz daha yaxşıdır təbii ki. Lakin çox istifadə olunmur. Əsas bu ölçü vahidlərini bilin və əsasən də onların keçid qaydalarını bilin. Uşaqlar, ilk öncə bunu deyin ki, bir ölçü vahidindən digər ölçü vahidinə keçid müəyyən qanuna uyğunluqla aparılır və əsasən biz burada qanuna uyğunluğun iki hissəsini bilməliyik. Bir böyükdən kiçiyə keçid, bir də kiçikdən böyüyə keçid. Uşaqlar, bunu da bilin ki, bu biti hələ ki yaddan çıxardın, bitə fikir verməyin. Əsasən bayta, kilobayt, megabayta, gigabayta və terabayta fikir verin. Və bunlar arasındakı məsafə həmişə 2:10 olur. Məsafə deyəndə tutduğu yer 2:10-a bərabər olur. Baxın, burada bit ən kiçik ölçü vahididir. Ən kiçik ölçü vahidi. Ölçü vahididir. Ölçü vahididir. Və ondan sonra da qanuna uyğunluqdan bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Gördüyünüz içərisində ən böyük ölçü vahidi terabayt, ən kiçik bit, sonra isə bitdən sonra ən kiçik ölçü vahidi bayt, sonra kilobayt, megabayt, gigabayt, terabaytdır. Bu gördüyünüz ölçü vahidləri içərisində. Baxın uşaqlar, bura 2:10 yazmağın səbəbi odur ki, bir ölçü vahidindən keçid iki cürdür. Bir böyükdən kiçiyə, baxın böyükdən kiçiyə, bir də ki, təbii ki, kiçikdən böyüyə. Böyüyə. Baxın, burada biz az öncə dediyimiz kimi böyük ölçü vahidləri uyğun olaraq terabayt, gigabayt, megabayt, kilobayt, bayt, bit olaraq gəlirdi. Əgər sizdən kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçid deyilirsə, məsələn, baytdan kilobayta keçid deyirsə, aradakı məsafəni sayırıq. Arada 2:10 məsafə var təbii ki. Biz onu o zaman bölürük. Kiçikdən böyüyə keçid zamanı bölürük. Deməli, o zaman böyükdən kiçiyə də keçiddə biz vururuq. Necə? Məsələn, bizə deyilir ki, 2:10 bayt neçə kilobaytdır? Neçə kilobaytdır? Biz o zaman nəyə fikir verməliyik? Baxmalıyıq ilk öncə bu iki ölçü vahidinə. Baxmalıyıq ki, biz nədən nəyə keçməliyik? Görürük ki, baytdan kilobayta keçməliyik. Bu zaman diqqət edəcəyimiz məqam budur ki, bayt kilobaytdan kiçikdir deyə biz o zaman kiçikdən böyüyə keçid edirik. Və kiçikdən böyüyə keçid etdiyimiz zaman isə biz onu arada neçə dənə 2:10 varsa onu bölürük. Neçə dənə 2:10 var baytdan kilobayt arasında bir dənə. O zaman biz bunu 2:10-a böləcəyik. Bu da gedəcək bayt qalacaq 1 bayt. 1 bayt neçə kilobayt qalır? Bəli, bizim əslində cavabımız belə alınır. Məsələn, digərinə baxalım. İkinci qayda da deyir ki, 2:4 gigabayt neçə kilobaytdır?
neçə kilobaytdır? Aha. Baxın, ilk öncə yenə də bizim diqqət edəcəyimiz məqam kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçməyimizdir, yoxsa böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçməyimizdir. Biz görürük ki, gigabayt daha böyük ölçü vahididir, böyükdür. Kilobayt isə gigabayta nəzərən kiçik ölçü vahididir. Bizim qaydamız nə idi? Demişdik burada böyükdən kiçiyə keçdiyimiz zaman isə biz nə edirik? Vururuq. O zaman biz 2/4-ü nə etməliyik? Aradakı məsafədə yerləşən 2/10-ların hasilinə vurmalıyıq. Baxıram, gigabaytdan kilobayt arasında neçə 2/10 var? Bir dənə burada, ikinci də burada. Deməli 2 dənə. O zaman 2/10 vuraq 2/10. Nə edir bu? 2/20 vurdu. 2/4 nə edir? 2/24. Deməli 2/24 kilobayt imiş. Baxın, bu böyükdən kiçiyə keçid idi. Bu isə kiçikdən böyüyə keçid idi. İndi digər məqam isə bit üzərindədir. Uşaqlar, bitdə keçid vahidi isə yenə də olduğu kimi, əgər məsələn biz bit kiçik ölçü vahidindən biz böyük ölçü vahidinə keçiriksə, baytda, bu zaman yenə də olduğu kimi bizlər böləcəyik. Yəni böyükdən kiçiyə keçəndə isə vuracağıq. Lakin bitdə 2/10-dan istifadə etmirik. Bitdə istifadə edəcəyimiz isə bizim 2/3-dür. 2/3 yəni 8. 2/3. Yenə də olduğu kimi, əgər bizə deyilir ki, böyük ölçü vahidindən bitə keç, böyük ölçü vahidində burada bir bayt nəzərdə tutulur. Çünki bitə ən yaxın olan elə baytdır. Biz baytdan əgər bitə keçiriksə, böyükdə axı bayt. Keçid edəcəyimiz isə bitdir. Yəni böyükdən kiçiyə keçirik deyə biz vuracağıq nəyə? 2/3-ə. Lakin əgər bizə deyilir ki, bitdən bayta keç, o zaman biz bunu böləcəyik nəyə? Bitdir, böləcəyik 2/3-ə. Gəlin məsələ üzərində bunu edək. Məsələn, deyilir ki, 2/10 bayt neçə bitdir? Biz bunu nə edəcəyik? Təbii ki, birinci daha doğrusu ölçü vahidlərinə baxacağıq. Görəcəyik ki, bayt daha böyük ölçü vahididir. Bu isə daha kiçik ölçü vahididir. Və biz də qanuna uyğun olan şəkildə böyükdən kiçiyə keçirik deyə ilk öncə ağlımıza vurma gəlir. Deyəcək ki, biz burada vurma əməlini yerinə yetirəcəyik. Lakin nə edəcəyik? Sayacağıq aradakı məsafəni, görəcəyik ki, bir dənə məsafə var və o zaman biz daha 2/10-u gətirməyəcəyik ağlımıza. Çünki biz dedik ki, baytdan bit arasındakı qanuna uyğunluq 2/3 ilə aparılır. O zaman biz burada da nə edirik? 2/10-u vurmalıyıq 2/3-ə. Çünki böyükdən kiçiyə keçirik. Cavab verir 2/13 bit. Digərinə baxaq. Gəlin bu dəfə biz kiçikdən böyüyə keçid edək. O zaman gəlirik məsələn 2/9 bit. Məsələn neçə baytdır soruşur. Bu dəfə də yenə də baxırıq nəyə? Ölçü vahidlərinə. Görürük bit daha kiçik ölçü vahididir, bayt isə daha böyük ölçü vahididir. Gedirik yuxarıda məsələn baxırıq ki, kiçikdən böyüyə keçərkən biz bölürdük. Amma nəyə bölürdük? 2/3-ə bölürdük. Bu oranı yadda saxlayın uşaqlar. 2/10-a bölərsiniz, misalı səhv alarsınız. Bitdən bayt arasında qanunu 2/3 ilə aparılır. Gəlirik, burada yazırıq. O zaman 2/9-u bölürük 2/3-ə. Cavabını alırıq 2/6 təbii ki, bayt. Deməli, əslində 2/9 bit, 2/6 bayt imiş. Baxın, bu hissə belədir. Gəlin bunu bir dənə məsələlər üzərində edək. Sonra isə bir başqa hissə də var ki, onu da izah etməliyik. Kilobitdən megabaytə. Gəlin ilk öncə məsələləri həll edək. Məsələn, yazır ki, 1024 megabayt neçə kilobaytdır? Uşaqlar, gəlin birincini həll edək. Bax, birincini həll edək. 1024 bayt. İlk öncə nəyə diqqət yetirməliydik? Baxmalıydıq ki, megabayt böyükdür yoxsa kilobayt böyükdür. Mən görürdüm ki, cədvəli hissəsinin üçün yazan 1 bayt, kilobayt, megabayt. Hələ ki, bu da yox, bu da qalmasın. Gəlin megabayt yazın, gigabayt və terabayt. Baxın, biz ilk öncə diqqət edəcəyimiz hissə hansı idi? Ölçü vahidləri. Görürəm ki, megabayt ölçü vahidi kilobayt ölçü vahidindən daha böyükdür və böyükdən kiçiyə keçid necə edilirdi? Təbii ki, biz böyükdən kiçiyə keçid etdiyimiz zaman vururduq. O zaman 1024-ü, 1024 2/10 deməkdir də. 2/10-u təbii ki, vurmalıydıq. Megabaytdan kilobayt arasında nə qədər məsafə var? Bir dənə. Yəni bir dənə 2/10 var. O zaman 2/10-a vurmalıydıq. Nə edəcəkdik? 220 kilobayt. Əslində elə bizim
1024 megabaytımız 220 kilobaytıymış. Gəlin ikinciyə nəzər yetirək. 205 kilobayt neçə bit yazıldı. Baxın, yenə də uşaqlar, gördüm ki, kilobayt bitdən daha böyükdür. O zaman böyük ölçü vahidinə, kiçik ölçü vahidinə keçərkən nə edirdik? Təbii ki, vururduq. Yenə də sayırım, kilobaytdan bit arasında, baxın, bir dənə 210 var. Lakin burada nə var? Demişdik axı, baytdan bit arasındakı nizam 2/3 idi. O zaman 2/5'i biz nəyə vurmalıyıq? 210 vur, 2/3-ə nə deyir? 2/18 bit. Əslində də bizim 205 kilobaytımız 218 bitə bərabərmiş. Digər sualı nəzərə yetirək. Yazıb ki, 201 terabayt neçə baytdır? Uşaqlar, bunu yada saxlayın ki, bölmələrdə, məsələn, 1/2-ni biz necə yaza bilərik? 1/2-ni biz 2^-1 kimi yazacağıq. Əslində bizdən soruşur ki, 2^-1 terabayt neçə baytdır? Mən baxıram, terabaytla arasında neçə dənə 10 var. Bir dənə burada, ikinci, sonra üçüncü, sonra dördüncü. Deməli, 4 dənə 210 var. O zaman biz buna elə 4 dənə 210 neçə eləyir? 240 eləyir. O zaman 239 alırıq. Çünki 2^-1 240 olarında 239 edir. Biz deyə bilərik ki, 2^-1 2^-1 terabayt 239 bayta bərabərmiş. Digər suala baxalım. Bu dəfə kiçikdən böyüyə keçidə aiddir. Deyir 214 bit neçə kilobaytdır? Biz ilk öncə diqqət edəcəyimiz məqam bitin kilobaytdan daha kiçik olduğu olur. Və kiçikdən böyüyə keçərkən isə biz bölürük. Biz o zaman 214-ü nəyə bölməliyik uşaqlar? Təbii ki, 214-ü biz 203 var. Bayta gəlmək üçün 203-ə bölməliyik. Sonra baytdan da kilobayta gəlmək üçün 210-a bölməliyik. Ümumilikdə 213-ə bölməliyik. Bu da edir 201. Yəni 214 əslində 2/1 kilobayt imiş. Baxın, bu hissə bu qədərdir. Yəni buranı bilsəniz, ölçü vahidlərini əmin olun ki, sizin qarşısına çıxan bir çox məsələləri həll edə bilərsiniz. Digər hissə megabitdən bitli ifadələrdən, qarışıq ifadəyə keçiddir. Uşaqlar, baxın, bir qarışıq ölçü vahidinə digər qarışıq ölçü vahidinə keçid iki cürdür. Biri ola bilər ki, sizdə sağ tərəfi və ya sol tərəfi eyni olsun. Əgər eynidirsə, siz o zaman bu hissələri silin geçsin. Çünki eyni ölçü vahidinə keçid elə eyni cavabı verir. O zaman siz burada nə etməlisiniz? Yenə də bayaqki kimi megabaytdan kilobayta keçməlisiniz. Yazırsınız. 220 megabayt keçid kilobayta. Sual verirəm. Baxın sizə. Böyük ölçü vahidi burada megabaytdır. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə kilobayta keçəndə nə dedik? Buranın da arasında təbii ki, bir dənə 210 var. O zaman 210-a vurmalıyıq. Böyükdən kiçiyə keçərkən vururduq. O zaman 220 burada 210-a eləyəcək 230 kilobayt. İkinci qaydamız isə bizim eyni olmayan, hər hansı tərəfləri eyni olmayandır. Məsələn, kilobitdən megabayta keçid deyir. Bu zaman biz nə edirik? Görürük ki, heç biri eyni deyil və o zaman biz burada heç bir panika yaratmırıq. 2/4 olduğu kimi yazılır. Sol tərəflərdən sol tərəfə keçid edirsən, sağ tərəflərdən sağa keçid edirsən. Yəni, demək istədiyim budur ki, kilobaytdır. Əslində, bu kilobaytdır. K-dən başlayan hansıdır? Kilobaytdır. Əslində, bu kilobaytdır. M-dan başlayan hansıdır? Bu megabaytdır əslində. Digər sahələrdə ki, bu bitdir, bu isə baytdır. O zaman mən deyirəm ki, kilobaytdan megabayta keçərkən biz nə edirik? Təbii ki, burada biz kiçikdən böyüyə keçirik. Çünki megabayt kilobaytdan daha böyükdür. O zaman biz bunu 210-a bölməliyik. Səbəb də ondan ibarətdir ki, bunun arasında məsafə 210-dur. Bir də sağ tərəf var ki, sağ tərəfdə də bitdən baytdır. Yenə də uyğun olaraq soldakından sağa keçirik, sağ tərəfləri. Biz o zaman bitdən bayta keçəndə nə edirdik? 2/3-ə vururduq. Çünki daha doğrusu bölürdük. Kiçikdən böyüyə keçərkən biz bölürdük. Bunu da təzədən böləcəksiniz yenə də 2/3-ə. Bizim cavabımız edəcək 2/4 bölək 2/13. Yəni 1/2/9 nə? 1/2/9. Deməli, əslində burada 204 kilobit 1/2/9 megabayta bərabərdir. Baxın uşaqlar, bu qədər. Yəni bu hissəni bir dəfədə başa düşməməyiniz normaldır. Yəni bəzi tələbələr başa düşmürlər, çünki həqiqətən bu çoxlu praktika tələb edən məsələlərdir. Siz çalışın ki, bu məsələlərdən çoxlu edin
və hər hansı sualınız varsa yorumlar hissəsində bildirməyi unutmayın. Mən çalışacağam ki, hər bir suala cavab verməyə çalışım və daha çox dərslər üçün məlumat və sair əldə etmək istəyirsinizsə, mənim nömrəmə 051 575 97 23 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Bu günlük də bu qədər uşaqlar. Yəni sabah növbəti video gələcək və başqa bir məsələ haqqında. İnanın ki, sizlər bu məsələlərə qulaq assanız, informatika fənni üzrə imtahanda çox qısa vaxt ərzində məsələləri həll edə bilərsiniz. Bilirsiniz ki, mənim o videoları çəkməkdə əsas məqsədim məsələləri daha sadə və qısa yolla həll etməkdir ki, sizlər də bunu biləsiniz və imtahanda daha qısa vaxtda bu məsələni həll edəsiniz. Çünki magistr imtahanında ən önəmli olan hissə vaxt məsələsidir, vaxtı düzgün bölmə məsələsidir. Nə qədər ki, məsələləri qısa, sadə yolla düzgün şəkildə həll etsəniz, siz o qədər də yəni qabağa keçərsiniz, vaxtı qazana bilərsiniz. Oldu, çox sağ olun. Bu günlük bu qədər. Növbəti videolarda görüşənədək.